Asiya valyutaları güclənir, xüsusən də Çin yuanının güclənməsi, kəskin, yəni onun dəyərində artım var, dolların indeksinin aşağı düşməsi səbəbindən Çində yəni belə bir möhkəmlənmə var. Amma ekspertləri düşündürən başqa bir məsələdir. Dominant mövqedə olan dollar bunu itirdikdən sonra bu mövqeyinə qayıda bilərmi və bunun üçün maliyyə axınlarını, valyuta balansını necə dəyişəcək bir addımlar atılacaq və ən əsası elə bunu da qeyd etmək yerinə düşər ki, Azərbaycan manatı bəs necə bu vəziyyətdə mümkün təsirlər altında ola bilərmi və bundan nəticələr necə ortaya çıxacaq? Bu, dolların indeksi ilə bağlı sizinlə bölüşəcəyimiz bəzi məqamlardır, amma biz indi digər bir qrafik təsvirə baxacağıq. Bu təsvirdə görəcəyiniz rəqəmlər fonunda mən onu demək istərdim ki, deməli, dolların indeksinin aşağı düşməsi, dolların özünün bir gücdən düşməsi deyil. Maliyyə bazarlarında zəifləməsi anlamına gəlib çıxır. Amma bu məsələdə biz bayaq da qeyd etdik ki, bəzi valyutalar daha çox möhkəmlənib. Bu valyutaları biz xüsusən də qeyd etmək lazımdır. Bu şübhəsiz ki, belə də olacaq idi. Avro və funt sterlingin mövqeyində güclənmə var, dəyər qazanıb. Hətta daha zəif valyutalar olan Türkiyə lirəsi, Rus rublunda da yəni nisbətən müəyyən qədər onsuz da zəif valyutalar idi, amma nisbətən onlarda da dəyər qazanma prosesləri var. Azərbaycan manatı isə bugün avro, rubl və lirə qarşısında artıq dəyər qazanıb, möhkəm mövqeyində yerindədir. Və bir daha qeyd edək ki, mərkəzi bankların ehtiyat strategiyalarına da dolların zəifləməsi müəyyən təsirlər göstərə bilər. Ekspertlər də elə bu barədə düşünürlər. Bu isə proseslərin iqtisadiyyat bazarında, valyuta bazarında gedişatından asılı olacaq məsələlərdir.